İnşaat dünyasında ən böyük başarısı nədir bilirsiniz? Amansız su təzyiqi, dondurucu şaxtalar və binanın təməlini sarsıdan o qorxulu struktur çatlaqları. Bu amillər zamanla ən möhkəm tikililər belə məhv edə bilir. Bəs mən sizə desəm ki, bu təhdidlərə sadəcə sinə gərən yox, həm də canlı bir orqanizm kimi özünü sağaldan bir həll yolu var. Bugünkü icmalımızda məhz bu qəhrəmanı kəşf edəcəyik. Söhbət CCS Mortar 5 Tixo məhsulundan gedir. Gəlin görək, bu material inşaat standartlarını necə alt-üst edir. Növbəti ağır sənaye və ya böyük mülki layihəniz üçün axtaracağınız məhsul 25 kiloqramlıq xüsusi qablaşdırmada təqdim olunur. Bu, inanın mənə, sadəcə sıradan bir tikinti materialı deyil, əməlli başlı yüksək texnologiyalı mühəndislik həllidir. Burada ən həlledici, beynimizi həkk etməli olduğumuz məqam onun dəqiq tərifidir. Hidroizolyasiya xüsusiyyətinə sahib sement polimer əsaslı beton təmir materialıdır. Baxın, bunu xüsusilə vurğulamaq istəyirəm, çünki bütün sir məhz elə buradadır. O, betonu həm fiziki cəhətdən təmir edir, həm də öz daxilində inanılmaz dərəcədə güclü bir su izolyasiyası qalxanı daşıyır. Yaxşı, bugün nələrdən danışacaq? Qısaca üzərindən keçək. Əvvəlcə əsas xüsusiyyətlərinə, sonra isə onun o ekstremal dözümlülüyünə baxacaq. Daha sonra çatlaqların necə öz-özünə bərpa etməsini kəşf edib, ardınca düzgün hazırlama və tətbiq qaydalarını öyrənəcəyik. Sonda isə mütləq bilməli olduğunuz təhlükəsizlik və sertifikat məsələlərinə toxunacaq. Birinci bölmə. Əsas xüsusiyyətlər. CCS Mortar 5 Tixo demək olar ki, hər yerdə karımıza çatır. Yeraltı bünövrələrdəki neqativ su təzyiqindən tutmuş, damlardakı pozitiv təzyiqə, hətta yerdən isitmə sistemlərinə qədər hər yerdə əla işləyir. Bu məhsul atom stansiyalarında və rentgen otaqlarında da istifadə olunur. Niyə? Çünki o, nüvə hissəciklərini özündə saxlamır, yəni qoruyucu bir radiasiya baryeri yaradır. İnanılmazdır, elə deyilmi? İkinci bölmə. İndi isə gəlin onun ekstremal dözümlülüyündən danışaq. Ekranda gördüyünüz bu W35 sadəcə adi bir rəqəm deyil. Bu, əsl mühəndislik möcüzəsidir. Bu, o deməkdir ki, CCS Mortar 5 Tixo həm pozitiv, həm də negativ yöndən gələn düz 35 bar su təzyiqinə tab gətirə bilir. Təsəvvür edin, bu, yeraltı rezervuarların və bünövrələrin qurun sularından qorunması üçün misilsiz bir güc deməkdir. Təbii ki, təkcə su təzyiqinə dözmək bəs etmir, şaxtaya davamlılıq dərəcəsi bizə göstərir ki, bu məhlul mənfi 50 dərəcə qütb şaxtasından tutmuş, müsbət 70 dərəcə səhra istisinə qədər çox geniş bir temperatur aralığında öz bütövlüyünü tam qoruyur, heç nə onu sındıra bilmir. Müqavimət bununla da bitmir. Əgər təməliniz sülfatla zəngin aqressiv sulara məruz qalırsa, heç narahat olmayın. Bu məhlul kimyəvi hücumlara qarşı da əsl divar kimidir. Üstəlik, betonun nəfəs almasını təmin edir və səthdə mamır, göbələk falan yaranmasına qətiyyən imkan vermir. Ekoloji cəhətdən də tam təhlükəsizdir. Üçüncü bölmə. Gəldik mənim ən sevdiyim hissəyə, çatlaqların özünü bərpa etməsi. Fərz edək ki, tətbiqdən bir müddət sonra binada nəsə çöküntü oldu və səthidə 0,4 mm-lik kiçik bir çatlaq yarandı. Normalda bu, su sızmasının başlanğıcı deməkdir, düzdür? Amma burada yox. Çatlağa biraz su dəyən kimi, yəni rütubət yaranan kimi, məhlulun içindəki o sehrli təbii minerallar hərəkətə keçir və cəmi 7 gün ərzində o minerallar kristallaşaraq həmin çatlağı tamamilə sağaldır. Bəli, düz eşitdiniz, öz-özünü sağaldır. Dördüncü bölmə. Bəs bu sehirli məhlulu necə hazırlayıb tətbiq edirik? Addım-addım baxaq. Bu super güclərin işə düşməsi üçün məhlul mükəmməl şəkildə eyni cinsli, yəni homogen olmalıdır. Bunu əllə etmək mümkün deyil. Mütləq elektrik mikseri lazımdır və sürət dəqiqədə 500 dövr olmalıdır. Bu detal həqiqətən çox vacibdir. Proses çox sadədir, amma dəqiqlik tələb edir. 25 kiloqramlıq torbaya tam olaraq 3,3 ilə 4 litr arası su qatırıq. Mikserlə yaxşıca qarışdırdıqdan sonra kimyəvi reaksiyanın tam getməsi üçün məhlulu 5 dəqiqəliyə dincəlməyə qoyuruq. Sonra bir daha qarışdırıb tətbiqə başlayırıq. Amma diqqətli olun, məhlul su ilə təmas etdikdən sonra onu 45-60 dəqiqə ərzində istifadə etməlisiniz. Yəni, zamanla yarışırıq. Tətbiq zamanı qalınlıq hər qat üçün 5 mm-dən 25 mm arasında olmalıdır və tətbiqdən sonra ən vacib mərhələ gəlir. Qulluq. Səthi ilk 3-7 gün ərzində mütləq şəkildə nəm saxlamaq lazımdır. Əgər bunu etməzsəniz, o sarsılmaz su izolyasiya qalxanı tam formalaşa bilməz. 5-ci bölmə.
İndi isə keçək mütləq diqqət etməli olduğumuz təhlükəsizlik qaydalarına və sertifikatlara. Bütün bu saydığımız o cəsarətli xüsusiyyətlər sadəcə reklam sözləri deyil. Ekranda gördüyünüz ISO və GC nişanları məhsulun keyfiyyətini qlobal səviyyədə təsdiqləyir. Yəni bu məhlul ən sərt Avropa standartlarından və beynəlxalq laboratoriya sınaqlarından alın-açıq çıxıb. Lakin bu qədər güclü materialla işləmək məsuliyyət tələb edir. Söhbət sizin sağlamlığınızdan gedir. Qoruyucu geyim, əlcək, eynək və maska mütləqdir. Burada güzəşt yoxdur. Birdən işdi məhlul dərinizə və ya gözünüzə sıçrayarsa, panika etmirsiniz. Dərhal həmin yeri bol axar su və sabunla yuyursunuz. Beləliklə, yığcanlaşdırsaq, qarşımızda suyu kəsən, şaxtaya dözən, radiasiyanı saxlamayan və ən əsası, zədələnəndə özünü sağaldan mükəmməl bir texnologiya var. İndi mən sizi bir sualla baş-başa buraxmaq istəyirəm. Sizin hazırda o qədər pul xərcləyib güvəndiyiniz su izolyasiya sistemi təhlükə anında öz çatlaqlarını bərpa edəcək qədər ağıllı və güclüdürmü? Bu barədə bir düşünün. Bugün mənimlə olduğunuz üçün təşəkkürlər, növbəti təhlillərimizdə görüşənədək.